Aydındır. Söz, əlamət bildirən söz düzəldirik. Söz birləşməsi və cümlə. Cümləni deyərsiniz şifahi şəkildə. Vaxtımız çox getməsin. Sözü yazın, əlamət bildirən söz düzəldin. Söz birləşməsini yazın və cümləni də şifahi deyin. Göstər. Göstər mənə və izah elə. Nə yazmışsın? Gül, nə? Güllü, necə? Güllü çanta. Mənim güllü çantam var. Əla, qəşəng, get. Ələş. Yerində yazan olsa gələ bilər. Göstər sədəqə baxım. Yazdığını göstər. Gəl Tuna, nə yazmısan? Yazmısan? Yazdığını göstər baxım. Yağışlı. Yağışlı necə? Yağışlı hava. Yağışlı havada çətir götürdüm. Əla. Bəs cümlə necə başlayır? Hər dəfə unuduruq. Baxım. Çələkli keks, mən çələkli keks yedim. Əla. Gəl görüm Səma da hazırlayıbdı. Gəl. Sütlü kafe. Mənim baxım sütlü kafe içdi. Əla. Daha kim düzəldib? Gəlsin, gəl görüm. Göstər baxım nə yazmısan? Armud nə? Armudlu necə? Mən armudlu keks yedim. Əla. Təşəkkür eləyirəm hər birinizə. Gətir görüm bananı, gəl. Əhməd sən də göstər, nə yazmısan? Baxın, banan nə? Bananlı necə? Mən bananlı tort yedim. Təşəkkür eləyirəm qızım. Əyləş.